Gəlin bir anlıq təsəvvür edək. Bir dron, heç kimdən əmr almadan, sırf öz alqoritminə güvənərək bir hədəf seçir və atəş açır. Yox, bu hansısa elmi fantastik filmdən bir kadr deyil. Bu artıq qapımızı döyən bir reallıqdır, bir texnologiyadır. Və əsas sual budur, biz bəşəriyyət olaraq həyatla ölüm arasındakı o incə xətti bir maşına həvalə etməyə hazırıq mı? Bu gördüyünüz kadrlar inanın hansısa Hollywood filminin çəkilişi deyil. Bu, New York'un Times meydanının düz mərkəzindən tutmuş, Birləşmiş Millətlər Təşkilatının o yüksək kürsülərinə qədər səslənən bir həyəcan siqnalıdır. Artıq bu söhbətlər qapalı qapılar arxasında getmir. Xeyr, bütün dünyanın gözü önündə aparılır. Və bu özü məsələnin ciddiliyini anlamaq üçün kifayətdir. Yaxşı, bəs biz qatil robot deyəndə tam olaraq nədən danışırıq? Gəlin ən rəsmi, ən mötəbər tərifə baxaq. Deməli, Beynəlxalq Qırmızı Xaç Komitəsi deyir ki, bu, hədəfi tapmaq, onu seçmək və ən əsası ona hücum etmək kimi həyati qərarları insan müdaxiləsi olmadan, yəni tamamilə sərbəst, muxtar şəkildə verə bilən silahlardır. Və burada çox vacib bir məqamı aydınlaşdırmaq lazımdır. Çox vaxt insanlar bunu bugünkü dronlarla səhv salır. Amma inanın, aradakı fərq yerlə göy qədərdir. Baxın, bugünkü dronda nə olursa olsun, son anda tətiyi çəkən, o qərarı verən həmişə bir insandır. İnsan prosesin içindədir. Avtonom silahlarda isə İnsan tamamilə prosesdən kənardadır. Bütün məsələ də məhz bu. İlk baxışda kiçik görünən, amma əslində fundamental olan fərqdədir. Bütün oyun qaydalarını dəyişən fərq. Bəs bu texnologiya nə dərəcədə ciddidir? Gəlin belə deyim, mütəxəssislər bunu bəşər tarixində müharibənin taleyini dəyişən cəmi iki şeylə müqayisə edirlər. Biri barıt, digəri isə atom bombası. Yəni, bu sadəcə yeni bir silah deyil. Bu, müharibə anlayışının özünün kökündən dəyişməsi, yenidən yazılması deməkdir. İndi isə gələk ilk və bəlkə də ən böyük problemə, hüquqi dilemma. Yəni, bir robot, bir alqoritm beynəlxalq müharibə qanunlarına tabe ola bilərmi? Bilirsiniz, müharibənin belə öz yazılmış qanunları var və bunlar üç əsas həyati prinsipə söykənir. Birincisi fərqləndirmə, yəni robot əlində silah tutan bir döyüşçü ilə uşağını qucaqlayıb qaçan bir ananı ayıra bilərmi? İkinci prinsip mütənasiblik. Deyək ki, bir snayperi zərərsizləşdirməyə lazımdır. Bəs buna görə bütöv bir binanı, bir məhəlləni partlatmağa dəyərmi? Və üçüncüsü ehtiyatlılıq. Mülki insanlara zərər dəyməməsi üçün hər mümkün tədbiri görürsənmi? Kağız üzərində baxanda bunlar sadə görünə bilər, amma əsl məsələ də elə buradadır. Bütün bu prinsiplər dərin bir insani mühakimə, empatiya, konteksti anlamaq tələb edir. İndi siz deyin, sırf sıfırlardan və birlərdən ibarət olan bir alqoritm, bir kod parçası, döyüşün o xaosunda bu qədər incə, bu qədər subyektiv qərarları necə verə bilər axı? Məyər insan vicdanını koda çevirmək mümkündür? Məsələn, Human Rights Watch kimi təşkilatlar deyir ki, bu qeyri-mümkündür. Niyə? Çünki arqument çox sadədir. Maşınlar niyyəti anlaya bilmir. Gəlin düşünək, bir əskər əllərini qaldırır. Bu təslim olmaqdır, yoxsa aldadıcı bir hərəkətdir. İnsan bunu onun gözündən, bədən dilindən, vəziyyətdən anlaya bilər. Amma bir maşın üçün bu nədir? Sadəcə bir neçə pikselin yerini dəyişməsi. Bax, həyatla ölüm arasındakı fərq bu qədər kiçik ola bilər. Yaxşı, gəlin bir anlıq fərz edək ki, texnoloji cəhətdən mükəmməl bir robot yaratdıq, bütün qanunlara riayət edir. Amma bu, məsələni həll edirmi? Xeyr. Çünki burada qanunlardan da daha dərin bir problem var. Etik, yəni əxlaqi məsələlər. Və ən fundamental etik etiraz da elə budur. Bir insanın həyatına son qoymaq qərarını bir maşına, bir alqoritmə vermək sadəcə olaraq yanlışdır. Bu, insan ləyaqətinə ziddir. Çünki bir canlının həyatının dəyərini, onun müqəddəsliyini anlamaq qabiliyyəti olmayan bir mexanizmə bu səlahiyyəti vermək, insan olmaq anlayışını təhqir etmək deyilmi? Bəlkə də kimsə deyəcək ki, əgər qanunda konkret qadağa yoxdursa, deməli olar. Amma beynəlxalq hüququn da bir növ vicdan maddəsi var. Buna Martens bəndi deyilir. Və bu maddə çox sadə bir şey deyir. Texnologiya nə qədər irəli gedirsə getsin, qanunda nə qədər boşluq olursa olsun, atılan hər bir addım insanlıq prinsiplərinə və ictimai vicdana uyğun olmalıdır. Yəni heç bir texnologiya bizim əxlaqi dəyərlərimizdən üstün ola bilməz. Nöqtə. Hətta gəlin hüququ, etikanı bir anlıq kənara qoyaq. Təmiz praqmatik təhlükəsizlik baxımından qarşımızda 3 dənə kabus kimi ssenari var. Birincisi, eskalasiya riski. Təsəvvür edin, insan gözünün qırpmasından belə sürətli reaksiya verən robotlar bir-birinə cavab verir. Kiçik bir sərhəd toqquşması saniyələr içində qlobal fəlakətə çevrilə bilər. İkincisi, silahlanma yarışı. Bir ölkə bunu əldə etdiyi an, bütün digərləri geri qalmamaq üçün dəli kimi bu yarışa qoşulacaq.
Bu, yeni, daha qeyri-sabit bir soyuq müharibə deməkdir və bəlkə də ən qorxulusu, yayılma riski. Bu texnologiyanın planları bir dəfə uğurlandısa, onu terrorçuların, diktatorların əlində görməyimiz am məsələsi olacaq. Yaxşı, bəs tutaq ki, o qorxduğumuz şey baş verdi. Avtonom bir dron səhv edib bir məktəbi vurdu. İndi sual yaranır. Günahkar kimdir? Bax, bu sual bizi problemin ən qaranlıq, ən dolaşıq nöqtəsinə gətirib çıxarır. Buna məsuliyyət boşluğu deyirlər. Bəs nədir bu məsuliyyət boşluğu? Ən sadə dildə desək, ortada bir cinayət var, amma cəzalandırmağa heç kim yoxdur. Elə bir vəziyyətdir ki, maşının etdiyi səhvə görə nə onu proqramlaşdıran mühəndis, nə onu döyüşə göndərən komandir, nə də istifadə edən əskər heç kim qanun qarşısında birbaşa cavabdeh deyil. Bu, ədalətin yox olduğu hüquqi bir qara dəlikdir. Vəziyyətin absurdluğunu bir anlıq düşünün. Məhkəmədə proqramçı deyəcək ki, mənim günahım nədir? Mən sadəcə kod yazdım, onun harada, necə istifadə olunacağını bilmirdim. Komandir deyəcək ki, mən tətiyi çəkməmişəm, sadəcə sistemi aktivləşdirmişəm. Haranı vuracağını o özü seçib. Yaxşı, bəs robotun özünü məhkəməyə çıxaraq? Mümkün deyil. Bax, beləcə məsuliyyət zənciri qırılır və ədalət sadəcə olaraq buxarlanıb havaya qarışır. Və bu, sadəcə bir fərziyyə deyil. Beynəlxalq humanitar hüququn əsas keşişçisi olan Beynəlxalq Qırmızı Xaç Komitəsi bu məsələyə son nöqtəni qoyub. Məsuliyyət ötürülə bilməz. Müharibə cinayətlərinə görə cavabdehliyi bir maşının, bir kompüter proqramının üzərinə atmaq olmaz. Qanunlar insanlar üçündür və məsuliyyəti də hər zaman istisnasız insanlar daşımalıdır. Gördüyünüz kimi bu məsələ artıq bir neçə hüquqşünasın və ya filosofun kapalı otaqlarda müzakirə etdiyi mövzu olmaqdan çıxıb, bütün dünya bu təhlükəyə qarşı oyanır, səfərbər olur. Gəlin indi baxaq, bəşəriyyət bu kritik seçim qarşısında neydir? Və işin ən maraqlı, bəlkə də ən ironik tərəfi nədir bilirsiniz? Bu texnologiyaya qarşı ən güclü etiraz elə onu yaradanların özündən gəlir. Düz 4502 nəfər. Süni intellekt və robototexnika sahəsinin ən aparıcı mütəxəssisləri bir araya gəlib açıq məktub imzaladılar. Dedikləri isə buydu. Biz çox təhlükəli bir silahlanma yarışının astanasındayıq və bunu dərhal dayandırmalıyıq. Onların çağırışı isə çox konkret və aydındır. Sadəcə narahatlıqlarını bildirməklə qalmırlar, həll yolunu da göstərirlər. İnsanın mənalı nəzarətindən kənarda olan istənilən hücum xarakterli avtonom silah beynəlxalq bir müqavilə ilə tamamilə qadağan edilməlidir. Başqa çıxış yolu yoxdur. Və bu səs artıq təkcə alimlərin laboratoriyasından gəlmir. Birləşmiş Millətlər Təşkilatının dəhlizlərindən tutmuş Berlinin Brandenburg qapısına qədər, Nobel sülh mükafatçılarından adi vətəndaşlara qədər bütün dünyada çox güclü bir hərəkat yaranıb. Bu gördüyünüz kadrlar sadəcə bir etiraz deyil. Bu, insanlığın öz gələcəyi uğrunda apardığı mübarizənin əksidir. Və bütün bu çağırışların, bütün bu etirazların arxasında dayanan tək bir xəbərdarlıq var. Pandoranın qutusu. Məna çox sadədir. Biz hələ də seçim etmək şansımız varkən hərəkətə keçməliyik. Çünki bu qutu bir dəfə açılsa, bu cin şüşədən çıxsa, onu bir daha geri qaytarmaq, nəzarət altına almaq demək olar ki, mümkün olmayacaq. Beləliklə, biz hamımız bugün tarixi bir yol ayrıcındayıq. Bu, sadəcə hansı silahı istehsal edib etməyəcəyimizlə bağlı bir qərar deyil. Bu, daha fundamental bir seçimdir. Biz gələcəyimizi hansı dəyərlər üzərində qurmaq istəyirik? Sabahın o super ağıllı zəkasını yaradarkən onun koduna hansı insani prinsipləri yazacağıq? Mərhəmət və ləyaqəti, yoxsa soyuq və amansız səmərəliliyi? Ədalət və məsuliyyəti, yoxsa kör-körənə itayəti? Bu sualın cavabı təkcə mühəndislərdən və siyasətçilərdən asılı deyil. Bu, hər birimizdən asılıdır.